Bugün biz gilas salaq vururuq. Bu öküz ürəyidir. Bir də ağ gilas. Gilanar ağacına. Sır gilanar ağacı. Söz düzdür, biraz vaxtı geçişibdir. Amma eybi yoxdur. Vurmaq istəyənlər vura bilər. Baxın, öyrənmisiniz də bu formada. Bir tərəfini ağ gilas edəcəm, bir tərəfini qırmızı gilas. Hərəsində 2 qənət. 2 qənət ağ gilas, 2 qənət qırmızı gilas. Kim istəsə tək ağ gilasda, tək qırmızı gilas da edə bilər. Yoxsa mən özüm istəyirəm hər ikisindən olsun. Daha maraqlı görsənir həm də. Bir ağaçda 2 meyvə. Formada kəsirsiniz. Belə bu formadadır. Belə kəsirsiniz. Ehtiyatlı olmaq lazımdır, çünki əlinizi kəsə bilər. Gəlsə mənim əlim kəsdi, amma qabığın altına tam yerləşdirməlidir. Bu da ağ gilas. Buna qabıq calağı deyirlər. Daha tez tutur və daha həsaddır. Amma o bir calaqlara baxanda çox əziyyət tələb eləmir. Düzdür, bu biraz yaşlı ağaçdır. Cavan ağaca daha tez vurmaq olur calağı. Bunda gərək ehtiyatlı olasan. Həm də zaletlə vuranda da, mən zaletlə indirəm, calaq bandım yoxdur. Gərək sıx eləyəsən ki, ağac hava çəkməsin. Bu formada. Sağ. Bunun ötürü qəşəng bıçaqlar olur, bıçağım yoxdur. Formada düz oturana kadar vurursan. İndi uç tərəfdən vurum. Yox, iyi. Buradan. Çünki uç tərəfdə çox tumurcuq var. Buradan vuranda istədiyin qədər tumurcu saxlamaq olur. Amma orada gərək tumurcuqlardan kəsirsən, o da ağacı zədə vurur. Bu formada. İndi bıçaq, yaxşı bıçaq olan daha yaxşı kəsər. İndi bıçaq biraz yaxşı deyil. Yerim istədiyi kimi olmadı. Bu formada təmizləyirsən. Nazik bir dənə təbəqə saxladım bəs. Hazır.
formada zanlı. Hava çeşmeye yer koymamak lazım. Böyle zannetlemek lazım ki hava çeşmesin. Bir de ancak hava çeşse tutmayacak zalıq. Biraz da sıxa zannetlemek lazımdır. Bu formada. Mən də zannettim ya. İndi kim istəsə skoçla, kim istəsə yəni kip tutan bir şeylə calaya bilərlər. Şimdi məndə calaq bandı yoxdur. Calaq bandı olanlar calaq bandından calaya eləyə bilər. O lap yaxşıdır. Aşağı hissəsini calaq bandı, yuxarı hissəsini. Bunu da belə eləyirik ki, burada bayaq calaq vurduğumuz yerdən hava keçməsin. Hava keçsə tutma ihtimalı aşağı olur. Buranı da zannet edəcəm. Gördüğünüz formada sabah bu cırcınalarla avcılas bir de cırcınalara vurduğum cavabdır. Hem avcılasdır hem öküz ürəyi. Kim istəsə indi məndə 4 tane bu qol vurmuşam. Kim istəsə 2 tane qol vurar, istəsə 1 tane qol vurar. Yəni indi kim ürəyinizi istəsə. 4 tane qolun ikisi ağ, ikisi qırmızı. Mən özüm istəyirəm ki, bir olsun. Kim necə istəsə o fasonda da eləyə bilər. Bunu belə elədikdən sonra sonda torpaqlama olacaq. Ki torpaq da hava buraxmır. Formada. Ağac calaq tutana qədər bu formada zannet bundan qalacaq. Tutandan sonra açmaq olar. Çünkü açmasan ağac zədələnəcək. Özünüz də öyrənib, yəni bu şəkildə vura bilərsiniz. İstədiyiniz böyüklükdə ağacı vurmaq olur. 1 illik, 2 illik, 3 illik, 5 illik, neçə illik istəsəniz vurmaq olur. Mümkündür. Bir adamlar deyir ki, yox mümkün deyil, amma mümkündür. Çünki vurmuşam, özümdə görmüşəm. Bu vaxt calağın son vaxtlarıdır. Demək olar ki, keçibdir hər bir növcalıq. Bir dənə kilası bir dənə vurmaq olar, hələ tam yarpaqlamış. Tam yarpaqlamayan ağacın hansı ağac istəsəniz vura bilərsiniz calaq. Bu vaxtları bir dənə demək olar kilas, bir də bəzi armud növləri, gavalı növləri qalıb. Bu il hava isti keçdiyinə görə ağaçlar tez sonda da bunu belə vurursan ki, bunu skoçların yapışan yerləri qoplasın. Bu formada. İndi
İstəyə görə də və bunların uclarını da zan etdirsən ki, hava keçməsin, vurmasın. Calaq tutana qədər vurma baş verməsin. Zanet düzdür, çox gedir. Çox getsə də ağaçdır da indi. Həvəslə salırsan. Öz həvəsini öldürürsən, həm də ki ağac da meyvə verəcək. Bu ağacı məsəl üçün balaca ağac açıb böyüdüncə neçə illər keçir, amma bunu calayırsan bir ilin içində öz barını verir. Bu formada dayandır. Dayandır.